Bugün danışan bir övladın ürəyidir. Bugün danışan şəhid Kapitan Saleh. Qurbanığın yadigarı mühibbətin qəlbidir. Deyirlər qəhrəmanlar ölmür, adları yaşayır. Amma bir övlad üçün qəhrəman olmaqdan əvvəl ata olmaq var. Bugün mühibbət öz qəhrəman atası şəhid Kapitan Saleh Qurbanova ürəyindəki sözləri söyləmək istəyir. Ata, seni soruşur her seher güneş mənə. Şekillerde gülümseyen o bakışlar düşür gözüme. Deyirlər vətən yolunda qəhrəman oldun sen. Salih Qurbanov adıyla yazıldın ürəklere sen. Əllərindən tutmadığım neçə bayram gəlib keçdi. Səsini eşitmədiyim illər ürəyimə köçdü. Hamı deyir ki, Salih Qurbanov bir qəhrəmandır. Mənim üçün isə dünyalara dəyən bir atadır. Məktəbə gedəndə yoluma baxıram hərdən. Elə bilirəm gələcəksən uzaqlardan birdən. Bir dəfə başımı sığallayıb desən oğlum, bütün həsrətlərim silinər ürəyimdən. Sen vətəni qorudun, adın şərəflə çəkilir. Salih Qurbanov adı dillərdə dastan deyilir. Amma bir balaca ürəyi var ki, səni gözləyir hələ. Atasının nəfəsini duymaq üçün döyünür gecə gündüz belə. Böyüdükcə daha yaxşı anlayıram səni mən. Niyə keçdim vətən üçün odlardan, çətinliklərdən? Bu torpağın azadlığı için canından keçdin sən. Qəhrəmanlıq dərsi qoydun gələcək nəsillərə hər gün. Rahat uyu, qəhrəmanım başın uca, adın əziz. Səninlə fəxr edir bu xalq, bu torpaq, bu dəniz. Mən də böyüyəcəyəm, yolunu davam etdirəcəyəm.